Uşaq Klein babası. Olduğu kimi dizaynı qaldı. Eyni. Ha. O anası Lily Klein'dir, o da atası Paul Pirpiritindir. Onun atası Polyak olduğu üçün həm Komünist Partiyasının üzvü olur, həm də həkim olur. Sürgün eləyəndə bunlar eləmirlər. Bu ailə qalıb burada yaşayır. Bu bizim Qubanın qonaq kənd kirimidir, 100 yaşı var. Bu Zibirmin, məşhur Zibirmin firmasının piyanası, 160 yaşı var, aksiyonu 1 milyon dəyəri var, fel çişinləndir, markator sistemindəndir, yüksək səslə ifa edirsiniz. Sonra kiməsə mani olmamaq istehsaldır qapaqları. Divar peçi. 19-cu il əsr aydın kitabxanadır. Baxın, 150 il bundan qabaq görünənlərlə nə fikirləşir. Rahat qoyub, rahat götürmək üçün. O danasının əlişidir, lüstür, içinin karkazının içini. O tablolar 1914-cü ilə aiddir, kömür boya ilə çəkilir, fiyarlı boya ilə çəkilir, bu birisi. Bu da yenə divar peçidir. Bu da divar şkafıdır, divar yeni olduğu üçün düzəlib, qayrılıqdır. Amma tək Almana aiddir də, bizim öz Azərbaycanlarımıza da aiddir. Bu Sovet televiziyada işləyibdir. Bu Sovet devrinə aiddir, televiziyaya aid olan aparatdır. Bu atasının həkim ləvazımatlarıdır. O kalendardır, təqvimdir. 29-unda saxlanıb, martın 29-unda rəhmətə getdiyi üçün. Yəni burada həmən gündə həyat bitibdir. Həyat yoxdur bu evdə. Anasının əl işləridir. O bizim türkçülüyə aid olandır. Bu evdə idi, deyin qoymuşuq. Bu dəsmal anasının əl işidir. Başında yazılır ki, təmizlik sağlamlıqdır. Bu da atasının anasına qohumlar tərəfindən verilən toy hədiyyəsidir. Tanrı sizi necə sevirsə, siz də bir-birinizi elə sevin, qoruyun. Yohannes Anis, 13-cü səhifə 34-cü aya, onu da elə niyə götürüblər? Yanvarın 13-34-cü ildə atasının anasının toy günü olduğu üçün, xoşbəxtlik ayəsi olduğu üçün onu seçib götürüblər. Ayın neçəsi? 13 yanvar 34-cü il. 13 yanvar. 13-dür, bu həyətdə çəkilir. 88-də Yunanistanında istehsal olub, kofe edənləridir. Yuxarı Sovet devrinə aiddir, qablarına aşağısı Almanlara aiddir. Oradakı pastırla, dindikirdiyiniz hissənin pastırına yumuşaqlar. Orada çaxır çəkirlər, üzümün içinə töküb, bundan çaxırlarını çəkirlər. Bilən qalan üçün olsa, yəni iki qalırsınız.